Salamlar değerli izleyicilerimiz. Daha bir maarifləndirici video ile qarşınızdayıq. Makyajın gözlərimizə mənfi təsiri varmı? Keyfiyyətli məhsullar istifadə olunarsa gözlərimizə heç bir mənfi təsiri olmaz. Belə ki, göz və göz ətrafı kosmetik vasitələr seçərkən mütləq əsas diqqət edəcəyimiz məqamlar var. Bunlardan ilki və ən vacibi bu kosmetik vasitələrin dermatoloji testlərdən keçməsidir və bu haqda məlumatı kosmetik vasitənin üzərində yazılması vacibdir. Daha sonra kosmetik vasitələrin istifadə müddəti var. Buna da olduqca diqqət etməlisiniz. Belə ki, vaxtı keçmiş kosmetik vasitələr gözlərdə müxtəlif fəsadlar yarada bilir. Əsasən konjunktivitlər, blefaritlər, allergik reaksiyalar, quru göz və s. fəsadlar yaradır. Əgər bu durumların yaranmasını istəmirsinizsə, istifadə etdiyiniz hər bir kosmetik vasitəyə qarşı çox diqqətli olmalısınız. Bu və digər mövzularla videolarımıza davam edəcəyik.